Hər vaxtınız xeyir dəyərli abituriyentlər. Bildiyiniz kimi WhatsApp və Telegram kanallarında 11-ci siniflərin 7 iyunda olan imtahanı üçün dəstək məqsədli həftədə 3 dəfə canlı dərslər açırıq. Bu dərslərdən ilkində olan sualların cavablarına baxaq və həllərinə baxaq. Birinci sualımızda deyir ki, M kütləli cismə eyni müstəvidə şəkildəki qüvvələr tətbiq edilir. Buna görə cismə tətbiq olunmuş qüvvələrin əvəzləyicisi neçə newtondur? Bilirsiniz ki, qüvvələr eyni istiqamətdə olduqda əvəzləyici toplanır. Əvəzləyicisini tapanda bu qüvvələr toplanır. Əks istiqamətdə olduqda isə əvəzləyicini tapmaq üçün böyük qüvvədən kiçik qüvvəni çıxırıq. Və müəyyən bir bucaq altında olduqda kosinuslar teoreminə görə tapırıq. F bərabərdir kök altında F1-in kvadratı üstə gəlsin F2-nin kvadratı üstə gəlsin 2 F1 F2 kosinus alfa düsturu ilə tapılır. İndi biz burada bu öyrəndiklərimizə əsasən sualı həll edirik. Burada gördüyünüz kimi yuxarı doğru F3 qüvvəsi, aşağı doğru F4 qüvvəsi, sağa F1 və sola F2 qüvvələri var. Bunların əvəzləyicisini tapmaq üçün ən rahatı ilk olaraq əks istiqamətdə olan qüvvələrin əvəzləyicisini tapmaqdır. Bu F3 və F4 qüvvələrin əvəzləyicisini tapa bilərik. Yuxarı doğru F3, əks istiqamətində F4 var. F3 və F4-ün əvəzləyicisi, əvəzləyici 3 və 4-ün əvəzləyicisi böyük olandan, yəni F3-dən F4-ü çıxmalıyıq. 30 newtondan 20 newton çıxmalıyıq. Bu da qalır 10 newton. Yəni, burada artıq bunların əvəzləyicisi, bunu silirəm, yuxarı doğru 10 newton olar. İkisinin əvəzləyicisi. İndi baxırıq F1 və F2 qüvvələrinə. Bunların əvəzləyicisini tapanda bunlar yenə əks istiqamətli qüvvələrdir. F1 daha böyük olduğuna görə böyükdən kiçiyi çıxarıq. Bu da olur 10 newton. Burada da sağa doğru, yəni böyük qüvvə istiqamətində 10 newton qüvvəmiz olmuş olur. 10 newton. İndi mən bunları müəyyən bir bucaq altında olduğuna görə kosinuslar teoreminə əsasən tapıram. Bu qüvvələr bir-birini 90 dərəcə altında yerləşdiyinə görə kosinus 90 dərəcədə 0 alır. Yəni bu hissə artıq bu düsturda yoxdur. Burada F əvəzləyicini tapmaq üçün kök altında 10'un kvadratı, yuxarı doğru 10 var idi, sağa doğru da 10 var idi. Üstə gəlsin 10'un kvadratı yazmalıyam. Buradan da çıxır ki 10 kökdə 2 əvəzləyici qüvvəyə bərabər olmuş olur. Yəni cavab burada olur B bəndi. Bu sualların daha aydın izahını canlı dərslərdə paylaşmışam. Sadəcə uşaqlar yenidən həllərə baxa bilsin deyə YouTube-a yükləyib həmin qrupa atacağım. Digər sualımızda deyir ki, yerə görə sürəti 20 metr bölünsün saniyə olan bir kamazın üzərində kamaza görə sürəti 2 metr bölünsün saniyə olan bir uşaq şəkildəki kimi gəzir. Buna görə uşağın yerə görə sürəti neçə metr bölünsün saniyədir? Bilirik ki, məsələn, özünüzü təsəvvür edin. Böyük ehtimal ki, kənddə olanlar görüb. Kamazın arxasında böyük bir kuza dediyimiz hissə olur. Onun üzərində siz gəzirsiniz və həmin kamazda irəli doğru gedir. Siz də kamazın getdiyi istiqamətdə gəzirsiniz. Onda yerə görə yəni ki, daha sürətli getmiş olarsınız. Niyə? Çünki kamazın üzərindəsiniz. Kamaz özü həmin istiqamətə gedir. Siz də kamazın üzərində gedirsiniz. Onda sizin kamaza görə sürətinizi tapa bilərik. O elə kamaza görə olan sürətiniz 2 metr bölünsün saniyə olar. Və yerə görə də sürətinizi tapa bilərsiniz. Yerə görə olan sürətiniz kamazın sürəti, çünki kamazda müəyyən bir sürətlə gedir və sizin öz sürətinizin cəminə bərabər olmuş olar. Bu çayın axın istiqamətində, çayın axının əksi istiqamətində olan sürətləri tapmağa da biraz bənzəyir. Buradan cavab olur 22 metr bölünsün saniyə. Digər sualımızda deyir ki, suya görə sürəti 7 metr bölünsün saniyə olan motorlu qayıq K-dan elə 10 saniyəyə gəlir. Buna görə qayıq suya görə eyni sürəti ilə eldən K-ya neçə saniyəyə qayıdır? K-dan elə gedəndə görürsünüz ki, çayın axını ilə eyni istiqamətdə gedir. Yəni bu qayığın öz sürəti 7 metr bölünsün saniyədir. Çayın sürəti 5'dir. Onda qayığın K-dan elə gedəndəki sürəti 7 ilə 5'in cəmi olur. Niyə? Çünki çayda qayıqla eyni istiqamətdə olduğuna görə qayığın axmasına daha çox kömək edir. Çay istiqamətində getmək daha rahatdır, nəinki çayın əksinə. Və K-dan elə 10 saniyəyə gedir. Mən buradan K-dan elə kimi olan məsafəni tapa bilərəm. Hansı düsturla taparam? S bərabərdir V vurulsun T. S buradan bərabər olur. V 12 metr bölünsün saniyə. T də 10 saniyə. Buradan K-dan elə kimi olan məsafəni alıram ki, 120 metrdir. K-dan elə kimi olan məsafə 120 metrdir. İndi L-dən K-ya da eyni yolu,
Yəni eyni sürətlə qayıdıb, amma bu səfər qaydanda çayın axınının əksinə olmuş olur. Deməli bu çayın 5 metr bölünsün saniyəsi qayığın 7 metr bölünsün saniyəsini yavaşlatmağa çalışacaq. Onda biz qayığın sürətini taparıq ki, çayın axınının əksinə olan sürətini taparıq ki, V qayıq çıxılsın V çaydan, 7 çıxılsın 5-ə, o da 2-yə bərabər olmuş olar. İndi buradan L'dən K'ya neçə saniyəyə gəldiyini soruşur. S-i 120 və sürəti 2. Buradan T'ni tapanda S bölünsün V'dən 120 bölünsün 2, T'ni almış olaraq ki 60 saniyə, yəni A bəndi. Digər sualımızda deyir ki, üfüqi sürtünməli yolda K nöqtəsindən 30 metr bölünsün saniyə sürətlə atılan cisim L'dən 10 metr bölünsün saniyə sürətlə keçir. Buna görə K ilə arasındakı cismin sürtünmədən qaynaqlanaraq itirdiyi enerji neçə jouldur? Birinci haldaki kinetik enerjisi Y kinetik 1 bərabərdir mv1 kvadratı bölünsün 2'ye. Buradan Y kinetik 1'i alarıq ki m2 kilogram V1'i 30 metr bölünsün saniye kvadratı 900 bölünsün 2 bu da 900'e bərabər olmuş olur. İndi Y kinetik 2'sini tapmaq üçün mv2 kvadratı bölünsün 2'dən. M yenə kütlə dəyişməz 2 kilogram V2'si 10 metr bölünsün saniye onun kvadratı 100 bölünsün 2. Bu ikiler ixtisar gedir. Burada da 100 joule qalmış olur. İndi nə qədər dəyişdi? Y kinetik 1 çıxılsın Y kinetik 2 qədər. Y kinetik 1 900 idi. Y kinetik 2 100 idi. Onda delta Y kinetiki mən alaram ki 800 joule bərabər olmuş olar. Yəni 800 joule azalıb. D bəndi olar. Digər sualımızda deyir ki, yerə görə sürətləri şəkildəki kimi olan maşınlardan X-dəki müşahidəçi Y-i necə görər? X-dəki müşahidəçi bunu belə fikirləşin. 2 dənə maşındır. Biri bu istiqamətə gedir. Batı səhv eləmirəmsə qərbdir. Qərb istiqamətinə, doğu şərqdir. Şərq istiqamətinə. X-dəki müşahidə X maşını qərb istiqamətinə gedir. Y maşını şərq istiqamətinə gedir. İndi siz X-dəki müşahidəçi dediyinə görə bu adam X maşınının içində oturub və Y-ə baxır. Y hansı istiqamətə gedirmiş kimi görər? Özü bu istiqamətə gedir, elə Y də şərq istiqamətinə gedir də şərq istiqamətinə gedirmiş kimi görər və neçə metr bölünsün saniyə sürətinə? Baxın, əks istiqamətli sürətlərdir. Bunların bir-birinə nəzərən sürətini tapanda nə eləməyik? Əks istiqamətli olduqda toplayırdıq, eyni istiqamətli olduqda çıxırdıq. Yəni V X-in Y-ə görə sürəti 10 üstə gəlsin 6-dan 16 metr bölünsün saniyəyə bərabər olmuş olur. Yəni şərqə doğru, doğuya doğru 16 metr bölünsün saniyə. Cavab olur B bəndi. Digər sualımızda deyir ki, düzgün bir yolda hərəkət edən bir maşının koordinat zaman qrafiki şəkildəki kimidir. Buna görə hansı zaman aralıqlarında maşının təcil vektoru ilə sürət vektoru eyni yönlüdür. Yadımıza salaq düzxətli bərabər yeyinləşən hərəkəti. Yəni V0 üstə gəlinsin AT kvadratı bölünsün 2. Demişdik ki, cismin sürət vektoru və təcil vektoru eyni istiqamətlidirsə və yaxud eyni işarəlidirsə, ikisi də müsbətdirsə, ikisi də mənfidirsə, bu cisim yeyinləşən hərəkətə. Yox, biri müsbət, məsəl üçün sürət müsbət, təcil mənfidirsə və yaxud təcil müsbət, sürət mənfidirsə, bu cisim yavaşayan hərəkət edir. Məndən soruşduğu nədir? Hansı zaman aralıqlarında maşının təcil vektoru ilə sürət vektoru eyni yönlüdür. Yəni hansı aralıqlarda bu cisim yeyinləşən hərəkət elədiyini soruşur. Baxırıq qrafiklərə. 0-dan 1-ə olan qrafik necə qrafikdir? Yavaşayanı. Niyə? Çünki getdikcə T oxuna doğru əyilir. İkinci qrafik. Bunu koordinat başlanğıcına köçürə bilərik. Eyni şəkildə baxın bu qrafiki, bu gördüyünüz qrafiki eyni şəkildə koordinat başlanğıcına köçürsək belə olur. Deməli, baxın T oxundan uzaqlaşır. Yəni ikinci qrafik yeyinləşənin qrafikidir. Sonra baxırıq üçüncü qrafiki. Bu da getdikcə T oxuna əyilməyə çalışır. Deməli, bu üçüncü olmaz. Sonra baxırıq dördüncü. Yenə bunu koordinat başlanğıcına köçürəndə belə bir qrafik alınır. Dördüncü oxdakı da deməli, yeyinləşməyə çalışır, çünki T oxundan qaçır. Zaman oxundan qaçanlar yeyinləşənlər, zaman oxuna yaxınlaşanlar isə, zaman oxuna əyilməyə çalışanlar isə yavaşayan hərəkətin qrafikləridir. Məndən yeyinləşən soruşurdu. Bu da 2 və 4-dən C variantı olmuş olur. Keçirik digər bir suala. X sürəti 10 metr bölünsün saniyə olan bir maşın bərabər təcilli hərəkət edərək 8 saniyədə sürətini 50 metr bölünsün saniyəyə çıxarır. Buna görə maşının aldığı yol neçə metrdir?
Burada deməli biz nə eləməliyik? Birinci təcili tapa bilərik və yaxud birinci təcili tapa bilərik. Təcil nə idi? Sürət dəyişməsini xarakterizə edən kəmiyyət idi. Yəni V çıxılsın V0 bölünsün T-yə, vahid zamandakı sürət dəyişməsi. Buradan təcilimizi alanda son sürətim 50, başlanğıc sürətim 10 və zamanım 8 idi. Təcil buradan 40 bölünsün 8-dən 5 metr bölünsün saniyə kvadratına bərabər olmuş olur. Mənə görə maşının getdiyi yolu soruşurdu məndən. Bunu tapa bilərik, iki düsturdan tapa bilərik. Birinci düsturum S bərabərdir V kvadratı çıxılsın V0 kvadratı bölünsün 2A ola bilər. İkinci düsturumda S bərabərdir V0T yeyinləşən hərəkət elədiyinə görə AT kvadratı bölünsün 2 ola bilər. İkisi də eyni düsturdur. Burada deməli ikisi ilə də baxa bilərik. Birinciyə baxaq, daha doğrusu ikinciyə baxıram mən, o qədər vaxtımız yoxdur. Ona görə siz ikisində də yerinə qoyub yaza bilərsiniz. 2 dənə düstur var, ikisi ilə də yaza bilərsiniz, hansı ilə istəsəz. İkisi də eyni cavaba gəlir. V0'ım 10, T 8 saniyə. Yeyinləşən hərəkət ediyor. Burada üstə gələydi. Üstə gəlinsin. A-nı 5 tapdım. T yenə 8 idi. Kvadratı 64 bölünsün 2. Buradan S-i aldıram ki 80 üstə gəlinsin. 5'i 32'ye vuranda 32 160 eləyir. S buradan 240'a bərabər olmuş olur. Yəni A bəndi. Bu düsturla da eyni şəkildə alınmasıydı. Sürtünmələrin nəzərə alınmadığı sistem sərbəst buraxılır. Buna görə ipdəki T gərilmə qüvvəsinin böyüklüyü neçə newtondur? Bunu eləməyin məncə daha rahat yolu budur, amma düsturda var. T bərabərdir 2 M1 M2 bölünsün M1 üstə gəlsin M2 vurulsun J. Ondan gedək. Ən tez olan o da elə. 2 M1 M2 bölünsün M1 üstə gəlsin M2 vurulsun J. Buradan T'ni tapanda 2 vurulsun 3 vurulsun 2. Bu 3 ilə 2'nin cəmi 5 eləyir, vurulsun 10'a. Bu 10 ilə bu 5 ixtisar gedir, burada 2 qalır. Cavab olur T bərabərdir 24. Və yaxud necə eləyə bilərsiniz? Buradakı qüvvələrə göstərə bilərsiniz. Aşağı doğru ağırlıq 30, yuxarı doğru T gərilmə qüvvəsi var. Bu sistemin təcilini tapası olsaq aşağı doğru burada 30, burada 20 var. F əvəzləyici buradan 30 çıxılsın 20'yə bərabər olmuş olar. O da 10 Newton olar. Sistemin təcilini tapanda F əvəzləyici bölünsün M sistem. Əvəzləyici qüvvəni 10 Newton tapdım. Sistemin kütləsi 3 üstə gəlsin 2'dən 5'ə bərabərdir. Təcili 2 metr bölünsün saniyə kvadrat taparam. Bu ikinci yolda dediyim indi. Hal-hazırda birinci yolu yazdık onsuz da. İkinci yolumda sonra nə eləyirəm? Hər hansı istədiyim kütləyə nəzərən baxa bilərəm. Baxaq 3 kiloqrama nəzərən. 3 kiloqram kütləli cisim sizcə aşağı doğru hərəkət edir, yoxsa yuxarı doğru? Əlbəttə ki, daha ağır olduğuna görə aşağı doğru hərəkət edir. Yəni, böyük olan qüvvə ağırlıq qüvvəsidir, çıxılsın gərilmə qüvvəsi bərabərdir MA-ya, əvəzləyici qüvvəyə yəni. M-i 3 kiloqramda, A-nı da 2 tapdım. Buradan T-ni yenə 24 Newton tapmış olarım. 2 dənə yolu var bunun. İstəsəz 2 kiloqrama görə də eyni şəkildə baxa bilərdiniz.